Salam müəllimlər, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü izahım 6-cı sinifdən 12-ci mövzu olan metal pəzdahların kəsilməsi olacaqdır. Müəllimələr, sorprokatdan olan pəzdahları nəyin vasitəsilə kəsə bilərik biz? Sorprokatdan olan pəzdahlarımızı çilingər bıçqısı vasitəsilə kəsə bilərik. Bəs bu çilingər bıçqısı neçə hissədən ibarətdir? Onun əsas hissələri hansılardır müəllimələr? Gəlin birlikdə baxaq görək, onun hissələri hansı hissədən ibarətdir və ən əsas hissələri isə hansılardır? Çilingər əl bıçqısı ümumilikdə 7 hissədən ibarətdir. Birinci müəllimələr, qulaqlı qayqa, ikinci çərçivədən, 3 hərəkətli başlıqdan, 4 bıçqıdan, 5 tərpənməz başlıqdan, 6 dəstəkdən, 7 isə ştifdən. Deməli, çilingər əl bıçqısı ümumilikdə 7 hissədən ibarət oldu. Ən əsas hissəsi hansıdır bəs? Ən əsas hissəsi isə sökülməyən çərçivə, bax, sökülməyən çərçivə, bıçqı lövhəsi, bax bu bıçqı lövhəsi bir də dəstəkdir. Ən əsas hissəsi hansı oldu? Sökülməyən çərçivə, bıçqı lövhəsi və dəstəkdir ki, bu da çilingər əl bıçqısının ən əsas hissələridir. Bıçqı lövhəsi isə nədən hazırlanıb? Bıçqı lövhəsi alət poladından hazırlanmışdır. Nədən hazırlanmışdır? Alət poladından hazırlanmışdır. Ümumilikdə bizim istifadə etdiyimiz alətlər poladdan hazırlanır. Polad da bildiyimiz kimi qara metallarımıza aiddir. Bərk və ağır metal olduğu üçün məhz poladdan bizim alətlərimiz, istifadə etdiyimiz alətlərimiz poladdan hazırlanmış olur. Dedik ki, bıçqı lövhəsi poladdan hazırlanmışdır. Uclarında isə 2 deşiyi vardır. Baxaq müəllimələr. Bu hissəni silək. Bax, 2 dənə deşiyi var. Görürsünüz, 2 dənə deşiyi var. Uclarında isə, hər iki ucunda isə 2 deşiyi vardır. Və hansı formadadır? Nazik zolaq formasındadır. Baxın, nazikdir də, nazik zolaq formasındadır. Bıçqı lövhəsi, müəllimələr, bax bu bıçqı lövhəsi isə, bıçqı lövhəsi çərçivəyə nəyin vasitəsilə bərkidilmişdir? Bıçqı lövhəsi çərçivəyə ştiflərlə bərkidilmişdir. Nəyin vasitəsilə bərkidilmişdir? Ştiflərlə bərkidilmişdir, müəllimələr. Ştif nədir bəs? Ştif isə silindrik və konus şəkilli mil formasına bərkidici nədir? Bərkidici məmulatdır. Ştiflərlə bərkidilib və dartıcı qulaqlı qayqı ilə dartılır. Bax, qulaqlı qayqamız da birinə göstəriləndir. Dartıcı qulaqlı qayqı ilə dartılır. Bərkitmə zamanı dişlər dəstəyə əks istiqamətdə yönəlməlidir. Baxın, dişlər, bax bu dişlərdir. Dişlər dəstəyimizə, bu da dəstəyimizdir. Görürük, əks istiqamətə yönəldilmişdir bərkitmə zamanı. Bıçqı lövhəsinin gərilməsi deyil, nə çox, nə də az olmamalıdır. Əks halda onun sınmasına səbəb olacaqdır. Yəni, biz bıçqı lövhəsinin gərilmə deyəndə, yəni onun sıxılması nəzərdə tutulur da. Yəni, onu möhkəm sıxsaq və yaxud da ki, az sıxsaq, bunun sınmasına səbəb olacaqdır. Məmulatımızı kəsməzdən öncə, yəni pəzdahımızı kəsməzdən öncə nə etmək lazımdır? Əlbəttə ki, onu məngənədə möhkəm sıxmaq lazımdır. Lövhənin sürüşməməsi üçün isə kəsmə nöqtəsində yeyə ilə xırda mişar yeri açmaq lazımdır. Nə etmək lazımdır? Yəni, lövhəmiz sürüşməsin deyə metal lövhəmiz kəsmə nöqtəsində yeyə ilə xırda mişar yeri açmaq lazımdır. Kəsmə yeri isə hətta məngənənin dodaqlarından 10-15 mm kənarda yerləşdirilməlidir. Yəni, biz məngənənin dodaqlarından 10-15 mm kənarda ona görə yerləşdiririk ki, yəni onu kəsmək rahat olsun. İş zamanı isə işin vəziyyətini almaq üçün
bıçqını hər iki əllə tutmaq lazımdır. Deməli, bıçqını neçə əllə tutmaq lazımdır? Bıçqını hər iki əllə tutmaq lazımdır. Bıçqının irəli hərəkəti zamanı, yəni işlək gediş zamanı dişlər metalı kəsir. Nə edir? İşlək gediş zamanı, yəni irəli gediş, işlək gediş eyni sözdür. Dişlər metalı kəsir. Geriyə hərəkət zamanı isə, yəni buna boşuna gediş də deyil. Bu zaman isə dişlər metalı kəsmir. Buna görə də işlək gediş zamanı bıçqını pəzdaha nə etmək lazımdır? İşlək gediş zamanı bıçqını pəzdaha yüngül sıxmaq lazımdır. Boşuna gedişdə isə sıxmadan hərəkət etdirmək lazımdır. Nə etmək lazımdır boşuna gedişdə? Bəli, sıxmadan hərəkət etdirmək lazımdır müəllimələr. Bıçqı ilə iş, şəklə nəzər salaq. Bax, bıçqı ilə iş. Burada bizə nə deyir? Bıçqı ilə iş. Bıçqı ilə iş deyəndə gövdənin vəziyyəti və əllərin vəziyyəti. Baxırsınız, bıçqı ilə iş zamanı gövdənin vəziyyəti necədir? 90 dərəcə bucaq altında. Əllərin vəziyyəti də görürsünüz ki, bir əl dəstəkdən tutulub, digər əl isə çərçivə hissəsindən tutulmuşdur. Bıçqı ilə iş bu qaydada olmalıdır. Bıçqını pəzdağın üzərində elə hərəkət etdirmək lazımdır ki, kəsmədə bıçqı lövhəsi bütövlüklə iştirak etsin. Necə olsun? Bütövlüklə iştirak etsin. Bu zaman lövhənin dişləri eyni qədər yeyiləcəkdir. Yəni biz bıçqı lövhəsini bütünlüklə kəsmə zamanı istifadə etməsək, bir hissəsi istifadə olunsa, onda həm metalımız düzgün kəsilməyəcək, həm də ki, lövhənin dişləri eyni qədər yeyilməyəcəkdir. Ona görə də çalışmaq lazımdır ki, bıçqı ilə kəsmədə bıçqını elə hərəkət etdirək ki, bıçqı lövhəsi bütünlüklə iştirak etsin. Bu zaman lövhənin dişləri eyni qədər yeyiləcəkdir. Metal zolağı isə ensiz tərəfdən kəsmək daha asandır. Necədir? Daha asandır. Hansı tərəfdən kəsmək? Bəli, ensiz tərəfdən kəsmək isə daha rahatdır. Belə ki, zolağın qalınlığı bıçqı lövhəsinin üst dişi arasında məsafədən az olmamalıdır. Nə üçün az olmamalıdır? Əks halda dişlərin sınmasına səbəb olacaq. Əgər bıçqı lövhəsinin üst dişi arasından az olsa metal zolağımız, bu zaman bıçqının dişlərinin sınmasına səbəb olacaq. Əgər bıçqı lövhəsi, pəzdağımız bıçqı lövhəsinin üst dişi arasından azdırsa, bu zaman nə edə bilərik? Bu zaman həmin zolağı, pəzdağımızı məngənədə iki taxta tircik arasında bərkidib və tirciklə birlikdə kəsmək lazımdır. Yəni bunu bu qaydada yerinə yetirmək lazımdır. Əgər pəzdağ daha böyük uzunluğa malik olarsa və çərçivə onun başlığına dirənərsə, onda bıçqı lövhəsini çərçivəyə nəzərən 90 dərəcə döndərib işi davam etdirmək lazımdır. Baxaq müəllimələr. Bizim pəzdağımız, tutaq ki, bizim pəzdağımız böyük uzunluğa malikdir. Yəni pəzdağımızı kəsirik, böyük uzunluğa malikdir. Əgər bax bu bizim pəzdah ilə pəzdağımızı kəsdiyimiz böyük uzunluğa malikdirsə, gəlib uzun olduğu üçün gəlib neyniyəcək? Bax bu hissəyə dirənəcək. Çərçivə hissəsinə dirənəcək və kəsmə prosesimizi həyata keçirə bilməyəcək. Ona görə də pəzdağımız böyük uzunluğa malikdirsə, bu zaman bıçqı lövhəsini çərçivəyə nəzərən, bıçqı lövhəmizi bu çərçivəyə nəzərən 90 dərəcə döndərib işi davam etdirmək lazımdır. Bax, burada görürsünüz. Burada artıq bizim pəzdağımız böyük uzunluğa malikdir. Bu zaman nə edilib? Bu zaman bıçqı lövhəmizi çərçivəyə nəzərən 90 dərəcə döndərib və kəsmə prosesimizi yerinə yetirmək lazımdır. Baxaq müəllimələr. Bax, burada bıçqı ilə kəsmə. Bıçqı ilə kəsmə verilib. A. Lövhəni fırlatmadan, B-də isə lövhəni 90 dərəcə fırlatmaqla verilmişdir. Əgər testlərdə
sual olaraq düşə bilər ki, hətta şəkillərlə verə bilər. Deyər ki, bıçqı ilə iş hansıdır? Şəkili verər. A'dakı şəkili verər, gövdənin vəziyyətini verər, əllərin vəziyyətini, daha sonra lövhəni fırlatmadan olan təsvir, eyni zamanda lövhəni 90 dərəcə fırlatmaqla təsvir verilə bilər. Bıçqı ilə iş deyirsə, bu zaman onda hansını götürmək lazımdır? Bax bunu, gövdənin vəziyyəti. Gövdənin vəziyyətini bıçqı ilə işi soruncursa, bu şəkili götürmək lazımdır. Gövdənin vəziyyəti, bilin ki, yadınızda saxlayın. Bıçqı ilə iş deyirsə, bax iş, kəsmə demir ha sizə. Sadəcə olaraq deyir ki, iş. Bıçqı ilə iş deyirsə, gövdənin vəziyyəti və əllərin vəziyyəti. Və ya sual belə düşə bilər. Bıçqı ilə iş zamanı əllərin vəziyyətində olan təsvir hansıdır? Gövdənin vəziyyəti, yəni suallar müxtəlif cür ola bilər. Ona görə də bu şəkillərə diqqətlə oxuyan zaman baxın. Yəni, bıçqı ilə iş zamanı deyirsə gövdənin vəziyyəti, əllərin vəziyyəti. Ancaq bıçqı ilə kəsmə prosesi deyilsə, bax bu şəkilləri yadınızda saxlayın. Lövhəni 90 dərəcə fırlatmaqla və lövhəni fırlatmadan kəsmə prosesimizi yerinə yetirə bilərik. Müəssisələrdə bəs bu metal lövhələri nəyin vasitəsilə kəsirlər? Müəssisələrdə kiçik metal lövhələri mexaniki bıçqıların, diskli və ya lentli mişarların, o cümlədən də bucaqlayıcı, cilalayıcı maşınların köməyi ilə kiçik metal lövhələri kəsmiş olurlar, müəllimələr. Baxaq burada mexaniki bıçqı. Bax bu burada verilmiş şəkil mexaniki bıçqıdır, müəllimələr. Mexaniki bıçqı bəs hansı hissələrdən ibarətdir? Bu bizim köhnə vəsaitimizdə bunun hissələri verilmişdir. Amma yeni vəsaitimizdə isə mexaniki bıçqının hissələri verilməmişdir. Ancaq mən sizə mexaniki bıçqı hansı hissələrdən ibarət olduğunu deyəcəm. Siz isə bunları bir dəftərdə qeydini aparasınız. Mexaniki bıçqı özüldən, masadan, xortumdan, bıçqıdan, daha sonra məngənədən və mühərrik hissədən ibarətdir. Yəni, mexaniki bıçqı ümumilikdə 6 hissədən ibarətdir. Hətta onu deyim ki, bəzi testlərdə qarşınıza çıxacaq ki, mexaniki bıçqı hissələrini tapın və yaxud da ki, belə deyərdim, çilingər əl bıçqısına aid olmayan hissələr hansılardır? Gətirib, yəni həmin hissələrdə mexaniki bıçqının hissələrini də verəcəklər və ona görə də bu bizim vəsaitdə olmasa da köhnə vəsaitimizdə var, bu yeni vəsaitdə yoxdur. Amma yaxşı olar ki, mexaniki bıçqının hissələrini də əzbərləmiş olasınız. İndi isə baxaq görək, deməli, iş zamanı hansı təhlükəsiz qaydalara əməl etmək lazımdır. Pəzdahımızı məngənədə möhkəm bərkitmək. Bəli, möhkəm bərkitməliyik ki, əgər biz pəzdahı məngənədə möhkəm bərkitməsək, pəzdahımız məngənədən çıxa bilər. Bu isə çox təhlükəlidir. Səlis dartınmadan işləyin. Necə işləyin? Səlis dartınmadan işləyin. İşləyərkən bıçqının dəstəyi saz olmalıdır. Və lövhə quyruq hissəyə yaxşı oturdurmalıdır. Bax, lövhə quyruq hissəyə yaxşı oturdurmalıdır. Kəsməni sona yetirərkən bıçqını sıxmağa az güc sərf edin. Yəni, bıçqını sıxmağa az güc sərf edin. Pəzdahın kəsilən hissəsini əl ilə tutun. Yəni, pəzdah hansı hissəni ki kəsəcəksiniz, pəzdahın kəsilən hissəsini əl ilə tutun. Metal yonqanı və bıçqı ovuncusunu əllə süpürüb təmizləmək olmaz ha, müəllimələr. Bəs nəyin vasitəsilə təmizləmək olar? Bu zaman xüsusi əlcəkdən və metal fırçadan istifadə edərək metal yonqarını təmizləmək olar. Deməli, biz
Əllə süpürüb təmizləmək olmaz. Əlimizə əlcək, eyni zamanda da metal fırçadan istifadə edərək metal yonğarı təmizləyə bilərik. Müəllimlər, keçək növbəti mövzumuz olan 13-cü mövzu. Pəzdahların, metal pəzdahların yiyələnməsi, ştangir, pərgar. İlk öncə gəlin baxaq görək müəllimlər birlikdə yiyələmə nədir, nəyə deyilir? Yiyələmə çertyojda, baxın müəllimlər deyir ki, yiyələmə çertyojda dəqiq göstərilmiş ölçüləri əldə etmək üçün pəzdahlardan emal payını, yəni çox da böyük olmayan metal qatının yiyənin köməyi ilə kəsilməsidir. Necədir yiyələmə? Çertyojda dəqiq göstərilmiş ölçüləri əldə etmək üçün pəzdahlardan emal payını, yəni çox da böyük olmayan metal qatının yiyənin köməyi ilə kəsilməsidir. Yiyələr nədən hazırlanır? Yiyələr alət düzəltməyə yararlı poladdan hazırlanmış olur. Dedik, yiyələr nədən hazırlanır? Yiyələr alət poladdan hazırlanır. Mən əvvəlki mövzumuzda da sizə dedim. Yəni bizim bir çox istifadə etdiyimiz alətlərimiz ümumiyyətlə poladdan hazırlanmış olur. Yiyələr en kəsiklərinin formasına bax. En kəsiklərinin formasına, kərtiklərinin növünə, kərtiklərin uzunluğunun hər 10 mm-də olan dişlərin sayına və işlək hissələrin uzunluğuna görə yiyələr bir-birindən fərqlənir. En kəsiklərinin formasına görə yiyələr yastı, yarım dairəvi, kvadrat, üçüzlü, dairəvi, romb şəkilli və bıçaq şəkilli olur. Şəkil 1-də yiyənin hissələri verilmişdir. Yiyələrin növləri verilmişdir. Eyni zamanda yiyələrin profilləri də verilmişdir. Bəs müəllimlər, biz bu şəkillər üzrə testlərdə necə tapa bilərik? Mən sizə bunun asan tapma üsulunu, yolunu deyəcəyəm. Diqqətlə məni dinləyin. Yastı. Bax müəllimlər, bu yastıdan eyni zamanda bıçaq şəkilli bir-birlərinə oxşar. Bəs biz bunu necə tapa bilərik? Müəllimlər, baxaq. Bunların profillərinə, yiyələrin profilləri verib qarşısında. Yiyələrin profilinə baxaq. Yiyələrin profilində görürsünüz, bax burada yastı formasındadır. Bax burada yastı formasında. Daha sonra 2. 2 nədir? Yarım dairəvi. Əgər bu şəkilə baxıb çətinlik çəkirsə, tez tapmaq üçün nəyə baxacaqsınız? Əlbəttə ki, profillərinə baxasınız. Profildə görürsünüz, yarım dairəvi formasında verilib. Kvadrat. Kvadrat olanda 3 kvadratdır. Bax bu profilinə baxın, içərisində kvadrat forması verilmişdir. Üçüzlü də deyəndə eyni ilə də profilinə baxın, üçüzlüsü göstərilibdir. Dairəvi deyəndə profilinin içinə baxın, dairəvi göstərilibdir. Ondan sonra romb şəkilli. Romb şəkilliyə də baxın. Bax görürsünüz, profil necə romb formasında verilmişdir. Bıçaq şəkilliyə də baxanda, bax burada görürsünüz, kəsici kənara malikdir. Bıçaq şəkilli, bıçaq formasında, bax görürsünüz burada. Burada bıçaq formasında verilmişdir. Yəni kəsici, kənarı kəsici formasındadır. Bu isə profildə bıçaq şəkilli verilmişdir. Yəni baxanda məlum olur. Yəni əgər biz belə deyərdim, yastıdan bıçaq şəkilli Y-yə baxanda, bəli, tapmaqda bir qədər çətinlik çəkə bilərsiniz. Amma qarşısında olan profillərə diqqətlə baxsaz, profillərdən siz asanlıqla, rahatlıqla tapa bilmiş olacaqsınız. En kəsiyin formasına görə dedik. Yəni en kəsiyin formasına görə ümumilikdə müəllimlər 7 cür yiyə növü vardır. 7 cür yiyə növü vardır. Kərtiklərin növünə görə yiyələr isə 3 cür olur. 1 qatlı, 2 qatlı və törpü kərtikli olur. Dedik, kərtiklərin növünə görə neçə cür oldu? 1 qatlı, 2 qatlı və törpü kərtikli olur. Hər kərtik, yəni yiyənin dişi hansı formadadır? Paz formasındadır. Bax, bu yiyənin dişi hansı formasındadır? Paz formasındadır.
Yiyələr nömrələrinə görə neçə cür olur? Yiyələr nömrələrinə görə isə 0, 1, 2, 3, 4, 5 olmaqla 6 cür yeyə nömrə 6 cür yiyələr vardır. Yəni nömrələrinə görə isə 6 cür olur. Yəni 0, 1, 2, 3, 4, 5 olmaqla 6 cür yeyə nömrələri vardır. Sıfırdan başlamaq şərti ilə. 0 və 1 nömrəli yiyələr dəlici yiyələr hesab edilir. Hansı yiyələr hesab edilir? 0 və 1 nömrəli yiyələr dəlici yiyələr hesab edilir. Bu dəlici yiyələr iri kərtiklərə malikdir. Yəni onun kərtikləri iridir. Necədir? İridir. İri kərtikləri olduğu üçün biz bu dəlici yiyələrdən kobud emalda istifadə edirik. Çünki onun kərtikləri iridir. Kərtikləri iri olduğu üçün o ancaq kobud emalda istifadə edilir. Dəlici yiyələrdə hər 10 mm uzunluğuna isə 5-12 diş düşür. Neçə diş düşür? 5-12 diş düşür. İri kərtiklərə malikdir. Hər 10 mm uzunluğuna 5-12 diş, 5-12 diş düşür və kobud emalda istifadə edilir. Yəni kərtikləri iri-iridir də, ona görə də 5-12 diş düşmüş olur. Növbəti yeyə növümüzə keçək. Hələ dəlici yiyələrdən məlumatımız qalıb, onu deyək, sonra keçərik növbəti yeyə növümüzə. Dəlici yiyənin bir gedişində götürülən qatın qalınlığı isə 0,2 və 0,5 mm-dir. Deməli, dəlici yiyənin bir gedişində götürülən qatın qalınlığı nə qədər olacaq? 0,2, 0,5 mm olacaqdır. Müəllimələr, kərtiklərdən dedik ki, kərtiklər necə cür oldu? 3 cür, 1 qatlı, 2 qatlı və törpü kərtikli. İndi isə şəkil 2-də yiyələrin kərtiklərinin forması verilmişdir. Bax, müəllimələr, şəkillərə yenidən diqqətlə nəzər salaq. 1 qatlı. Bax, görürsünüz, ancaq bir dənə xət var. Qatı bir dənədir. 2 qatlı da romb şəklini bizə xatırladır. Bax, belə gedir, yenidən ikinci xəttlər çəkilir. Bu da oldu 2 qatlı. Törpü kərtikini necə yadınızda saxlayın? Su damlası. Elə bilin ki, damladır. Su damlası da gördüksə, bu da bilin ki, törpü kərtikli yiyədir. Bu qaydada yadınızda saxlayın. Növbəti yeyə növümüz olan xüsusi yiyələrdir. Xüsusi yiyələr isə 2-3 nömrəli yiyələrdir ki, bunlar orta kərtiklərə malik olan xüsusi yiyələrdir. Dedik, orta kərtiklərə malik olan yiyələr hansı yiyələr oldu? Xüsusi yiyələr. Neçə nömrəli? 2-3 nömrəli yiyələr. Belə yiyələrdə hər 10 mm uzunluğuna 13-26 diş düşür. Görürsünüz, 5-12 diş dəlicidə düşürdü. Artıq dəlicidən incə, dəlici göbü diş görürdü. Artıq görürsünüz, burada orta kərtiklərə malikdir. Orta kərtiklərə malik olduğu üçün hər 10 mm uzunluğuna 13-26 diş düşür. Metalın əsas qatını dəlici yiyələrdən götürüldükdən sonra, ondan sonra xüsusi yiyələrdən istifadə edilir. Yəni, biz kobud emalda dəlici yiyələrdən istifadə edirik. Kobud emaldan sonra bizim istifadə etdiyimiz yiyə hansı yiyə olacaq? Xüsusi yiyələr olacaqdır. Xüsusi yiyənin bir gedişində metaldan götürülən qatın qalınlığı isə 0,1, 0,3 mm olacaqdır. Neçə millimetr olacaq? 0,1, 0,3 mm olacaqdır. Dedik ki, 2-3 nömrəli yiyələr hansı yiyələrdir? Bəli, xüsusi yiyələrdir. Hər 10 mm uzunluğuna neçə diş düşürdü? 13-26 diş düşürdü. Götürülən metal qatın qalınlığı isə 0,1, 0,3 mm-dir. Məxməri yiyələr hansılardır bəs? Məxməri yiyələr isə 4-5 nömrəli yiyələr isə məxməri yiyələr adlanır. Məxməri yiyələrdə hər 10 mm uzunluğuna 42-80 diş düşür.
42-80 diş düşür. Məxməri yiyələr vasitəsilə səthinin təmizlənməsini, cilallanması üçün, səthinin təmizlənməsidir, cilallanması üçündür. Məhz bu zaman məxməri yiyələrdən istifadə etmiş oluruq. Məxməri yiyələrdən dedik, açar sözümüz. Əgər deyilsə ki, məmulatın səthinin təmizlənməsidir, cilallanması üçün hansı yiyələrdən istifadə edilir? Bu zaman cavab olaraq götürəcəksiniz ki, 4-5 nömrəli yiyələr və yaxud da ki, məxməri yiyələri götürmüş olacaqsınız. Məxməri yiyənin hər gedişində isə nə qədər metal qatı götürülür? 0,5 və 0,1 millimetr qalınlığında metal qatı götürülmüş olur. Nə qədər? 0,5, 0,1 millimetr qalınlığında metal qatı götürülmüş olur. Müəllimələr, yenidən təkrar eləyək. Dəlici yiyələrimiz hansılar oldu? Neçə nömrəli yiyələr oldu? 0 və 1 nömrəli yiyələr dəlici yiyələrimiz oldu. Dəlici yiyələrdən nə zaman istifadə edilir? Göbu deymalda istifadə edilir. Hər 10 mm uzunluğuna neçə diş düşürdü? Bəli, 5-12 diş düşürdü. Dəlici yiyənin bir gedişində götürülən qatın qalınlığı nə qədərdir? 0,2, 0,5. 2-3 nömrəli yiyələrimiz isə dedik xüsusi yiyələrdir. Xüsusi yiyələrdə hər 10 mm uzunluğuna 13-26 diş düşürdü. Götürülən metal qatın qalınlığı isə dedik 0,1, 0,3 mm-dir. Bu xüsusi yiyələrdən o zaman istifadə edilirdi ki, metalın əsas qatını dəlici yiyələrdən götürdükdən sonra, ondan sonra məhz xüsusi yiyələrdən istifadə edilirdi. 4-5 nömrəli yiyələrimiz isə dedik məxməri yiyələrdir. Məxməri yiyələrin hər 10 mm uzunluğuna 42-80 diş düşür. Məxməri yiyələr vasitəsində metalımızın səthinin təmizlənməsidir, cilallanması üçün biz bu zaman məxməri yiyələrdən istifadə edirik. Məxməri yiyələrdə yiyənin hər gedişində götürülən metal qatın qalınlığı isə 0,5 və 0,1 mm qalınlığında metal qatı götürülmüş olur. Yiyələr müəllimələr müxtəlif uzunluqda olur. Müxtəlif uzunluq deyəndə hansı uzunluqlar nəzərdə tutulur? Yiyələr dedik müxtəlif uzunluqlar. Yəni yiyələr 100 mm-dən müəllimələr 100 mm-dən 400 mm-ə qədər olur. Yiyələr nə qədər olur? 100 mm-dən 400 mm-ə qədər olur. Hətta müəllimələr onu da qeyd edim ki, yiyələnmə zamanı yiyəni emal olunan pəzdahdan təxminən 150 mm uzun götürmək lazımdır. Nə qədər? 150 mm uzun götürmək lazımdır. Dedik yiyələr müxtəlif uzunluqda olur. Müxtəlif uzunluq deyəndə, yəni 100 mm-dən 400 mm-ə qədər. Yiyələmə zamanı yəni emal olunan pəzdahdan nə qədər uzun götürmək lazımdır? 150 mm uzun götürmək lazımdır. Müəllimələr, hansı ki biz xırda detallardır, incə iş tələb edən pəzdahların təmizlənməsi zamanı hansı təmizləyici alətdən istifadə edəcəyik? Bu zaman isə natifillərdən istifadə edəcəyik. Bax, açar məqamımız xırda detallar, incə iş tələb edən, xırda detaldır, incə iş tələb edən varsa, bu pəzdahların təmizlənməsində nədən istifadə edəcəyik? Natifillərdən istifadə edəcəyik. Natifillərin uzunluğu isə 80-160 mm arasında dəyişir. Yəni 80-dən 160 mm-ə qədər natifillər olur. Qalınlıqları 1 mm-dir. Diametri isə 2-3 mm arasında dəyişir. Deməli, uzunluqları natifinin nə qədər oldu? 80-160. Qalınlığı 1, diametri isə 2-3 mm olur. 2-3 mm olur. Bəs bu natifillərin hər 10 mm uzunluğuna nə qədər diş düşür? Natifillərin hər 10 mm uzunluğuna isə 20, 112 diş düşür. Neçə diş düşür? 20, 112 diş düşür. Yenidən açar məqamları qeyd edilək.
Məxməri yiyələrdə dedik, səthin təmizlənməsidir, cilallanmasıdır deyirsə, məxməri yiyələni götürmək lazımdır. Xırda detalları, incə iş tələb edən pəzdahların təmizlənməsi deyirsə, bu zaman natvilləri götürmək lazımdır. Natvillərin uzunluğu 80-160 mm arasında dəyişir, qalınlığı 1 mm, diametri isə 2-3 mm arasında olur. Hər 10 mm uzunluğunu isə 20-112 diş düşür. Diş düşür müəllimələr. Müəllimələr. Yiyələnmə zamanı deyil, işin vəziyyəti pəzdahların təmizlənməsində olduğu kimidir. Yiyənin dəstəyinin girdə hissəsi sağ əlin ovucunun içinə dirənməlidir. Yiyənin dəstəyə hara dirənməlidir? Yiyənin dəstəyinin girdə hissəsi. Yiyənin dəstəyinin girdə hissəsi sağ əlin ovucunun içinə dirənməlidir. Bax, görürsünüz, burada sağ əlin ovucunun içərisinə dirənmişdir. Sol əl isə yiyənin kənarından, bax, sol əlimizdir. Bax, bu sağ əldən yiyəni tutmuşuq. Sol əlimiz isə yiyənin, baxın, görürsünüz, yiyənin kənarından, bax, bu kənar hissəsindən 20-30 mm, baxın, yiyənin kənarıdır. Yiyənin kənarından, müəllimələr, burada, yiyənin kənarından 20-30 mm geri olmaqla yiyənin burnuna qoyulur. Görürsünüz, yiyənin burnuna qoyulub bu hissədən. Ələ baxın, yiyənin burnuna qoyulmalıdır. Müəllimələr, pəzdahları emal edən zaman vaxtaşırı yiyənin hərəkət istiqaməti dəyişməlidir. Baxaq görək, yiyənin istiqaməti necə dəyişilir. Məsələn, müəllimələr, böyük emal payı çıxarmaq üçün eninə yiyələmədən istifadə edirik. Şəkillərlə baxaq, daha aydın olsun bizə. Deyək ki, pəzdahları emal edən zaman vaxtaşırı yiyənin hərəkət istiqamətini dəyişmək lazımdır. Məsələn, pəzdahdan böyük emal payını çıxarmaq istəyirik. Bu zaman eninə yiyələmədən istifadə edirik. Bax, böyük emal payını çıxarırıqsa, böyük emal payı. Böyük. Bu zaman eninə yiyələmədən istifadə edirik. Bax, eninədir. Xətlərə baxın, eninə doğru gedib. Baxırsınız, baxın, eninə doğru hərəkət etmək lazımdır. Daha sonra səthin düz xətliyini təmin etmək üçün eninə yiyələmədən istifadə etdik. İndi biz istəyirik ki, səthin düz xətliyini təmin edək. Səthin düz xətliyini təmin etmək üçün isə bu zaman uzununa yiyələmədən istifadə edirik. Baxın, uzununa gedib. Baxaq, görürsünüz, bu istiqamətdə gedib. Bu isə uzununa yiyələmədir. Daha sonra müəllimələr, uzununa yiyələmələrdir. Yenidən şəklimizə qayıdacağıq. Pəzdahımızı soldan sağa, bax, bu pəzdahdır. Pəzdahımızı deyir, soldan sağa çəpnə xətlə, sonra eninə və sonda sağdan sola çəpnə xətlə yiyələmək olar. Bu isə çarpaz yiyələmə adlanmış olur. Daha sonra dairəvi yiyələmə. Dairəvi yiyələmədə isə səthin son işlənməsi zamanı və xırda emal paylarını çıxarmaq üçün dairəvi yiyələmədən istifadə edilir. Dairəvi yiyələmədən nə zaman istifadə etdik? Səthin son işlənməsi, açar sözümüz səthin son işlənməsidir. Xırda emal payları deyilirsə, bu zaman dairəvi yiyələmədən istifadə etmək lazımdır müəllimələr. Yenidən qayıdaq şəklimizə. Pəzdahların yiyələnmə üsulları. Dedik ki, müəllimələr, A. Eninə, böyük emal payı çıxarılıqsa eninə yiyələmədən, üstündəki, müəllimələr, baxaq. Bax, bu pəzdahın üstündəki xətlərə baxaq. Görürsünüz, eninədir. Pəzdah eninə. Daha sonra B. Onun düz xətliyini təmin etmək üçün uzununa yiyələmədən. Pəzdahda görürsünüz, xətlər uzununa doğru gedib. Çarpazda isə, baxaq müəllimələr, çarpazla dairəvidə ola bilər ki, çaşqınlıq yaradar sizdə. Bir məqamlara diqqət yetirək ki, ən əsas çarpazda müəllimələr, çarpazda 30-40 dərəcəni görəcəksiniz. Yəni 30-40 dərəcə çarpaz olduğu üçün 30-40 dərəcəni görmüş olacaqsınız. Bu bir qayda.
İkinci qaydamız isə ondan ibarətdir ki, baxaq əlin hərəkətinə. Bax, görsüz? Bax, əlin hərəkəti hansı istiqamətdə gedir? Burada hansı istiqamətə getmiş olur? Ancaq dairəvidə isə baxaq, deməli, y'lər eyni istiqamətdə demək olar tutulubdur. Baxaq, gördünüz, yəni burada baxmaqdan aydın olur. Ən əsas, yəni diqqət yetirin ki, o biriləri yadda saxlaya bilməsəz də ən əsas diqqətlə baxın ki, görün 30-40 dərəcə göstərilibsə, bunu dairəviyə götürməyin. Bunu gedin çarpaza götürün. Burada da dedim, yəni eninə deyəndə artıq bu xəttlər eninə doğrudur. Ancaq uzununa deyəndə, bax görürsüz, pəzdağın üzərindəki xəttlər uzununa doğru verilmişdir. Dedik ki, dairəvi yiyələmədən nə zaman istifadə olunur? Səthinin son işlənməsidir. Xırda emal paylarının çıxarılması üçün dairəvi yiyələmədən istifadə etmək lazımdır. Nazik təbəqə metal və məftildən detalların hazırlanması zamanı ən sadə nəzarət ölçülərindən istifadə edilir. Ən sadə nəzarət ölçüləri deyəndə müəllimələr nələr nəzərdə tutulur? Hansı ölçü alətləri nəzərdə tutulur? Xəttkeş, ən sadə nəzarət ölçüləri deyəndə xəttkeş və silingər bucaqlığı nəzərdə tutulur. Çünki ən sadə nəzarət ölçüsü deyil də, sadə dediyi üçün xəttkeş və silingər bucaqlığından, daha doğrusu silingər bucaqlığından istifadə edilmiş olur. Ancaq detalları daha böyük dəqiqliklə ölçmək üçün isə daha böyük dəqiqliklə, bax, daha böyük dəqiqliklə, ən sadə deyəndə xəttkeş silingər bucaqlığı. Böyük dəqiqliklə ölçmək üçün və nəzarət etmək üçün nədən istifadə edilir? Bu zaman isə ştanger pərgarlardan istifadə etmək lazımdır. Ştanger pərgarlar detalın xarici və daxili ölçülərini, detalların xarici və daxili ölçülərini, deşiklərin, oyuqların və kiçik qanovların dərinliyini ölçmək üçün nəzərdə tutulmuşdur. Müəllimələr, daxili və xarici dedik də, detalların xarici və daxili. Bax, burada xarici ölçülər ölçülür. Bax, bu isə görsüz daxili ölçülür. Detalların xarici və daxili ölçülərini, daha sonra deşiklərin, oyuqların və kiçik qanovların dərinliklərini ölçmək üçün nəzərdə tutulan bir deməli, ölçü alətidir. Ştanger pərgarlar, müəllimələr, ştanger pərgarlar müxtəlif növdə olub. Bax, ştanger pərgarlar müxtəlif növdə olub, ölçmənin sərhəddi, dəqiqliyi ilə bir-birlərinə fərqlənirlər. Ştanger pərgarlar bir-birlərinə nə ilə fərqlənirlər? Ölçmənin sərhəddi və dəqiqliyi ilə. Deməli, nə ilə fərqlənmiş oldular? Ölçmənin sərhəddi və dəqiqliyi ilə bir-birlərindən fərqlənirlər. Sənaye müəssisələrində ştanger pərgar ən əsas ölçü alətlərindən biridir. Necədir? Sənaye. Bax, müəllimələr, sənaye müəssisələrində ştanger pərgar ən əsas ölçü alətlərindən biridir. Ondan müxtəlif peşələr üzrə fəhlələr, dəzgah və çilingər işlər üzrə nəzarətçilər istifadə etmiş olurlar. Baxaq görək, hansı təhlükəsizlik qaydaları da verilmişdir. Bu təhlükəsizlik qaydalarında mütləq və mütləq şərtdir ki, oxuyasınız, hətta öyrənəsiniz. İşə başlayanda ştanger pərgarın üzərindən tozu, sürtgü yağını təmiz parça ilə silmək lazımdır. Aləti cilalayıcı sumbata kağızı ilə və ya bıçaqla təmizləmək olmaz, müəllimələr, olmaz. Aləti eyni zamanda qızdırıcı cihazların üzərinə də qoymaq olmaz. Yalnız cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək olar. Yəni,
cızığı olmayan, tilişkəsi olmayan təmiz detalları ötmək olar. Ştangerbergerin dodaqları iti uclara malikdir. Necə uclara? İti uclara malikdir. Deyir odur ki, ötmə zamanı diqqətli olmaq lazımdır. Ştangerbergerin dodaqlarının əyilməsinə yol vermək olmaz. Bax, dodaqlarının əyilməsinə yol vermək olmaz. Onların vəziyyətini, bax, dodaqların vəziyyətini deyir də, yəni onların vəziyyətini sıxıcı vintlə təmizləmək lazımdır. Ötmə şkalasındakı göstəriciləri oxuyan zaman isə ştangerbergeri düz gözlərinin önündə nə etmək lazımdır? Tutmaq lazımdır. Müəllimələr, bugünkü mövzumuz da bu qədər. Hələlik.